Xroniki yuxusuzluq bədənində çox ciddi bir hormonal böhran yaradır. Çünki yuxu rejimi pozulduqda bədənimizin bioloji saatı tamamilə alt-üst olur. Bəs bu zaman orqanizmdə nə baş verir? Bizim bədənimiz sirkadian ritmlə, yəni bioloji saatla idarə olunur. Gecə saat 11 və 2 arası melatonin hormonu sintez edilir. Hansı ki, bu hormon antioksidan və metabolik tənzimləyicidir. Əgər sən bu saatlarda yuxuda deyilsənsə, melatonin səviyyəsi azalır. Və bu çatışmazlıq orqanizmi xroniki stres vəziyyətinə salaraq kortizol hormonunun sutkalıq ritmini pozur. Bu zaman isə hüceyrələrdə insulinə direnç yaranır və piylənmə qaçınılmaz olur. Yəni sən bioloji saatına qarşı çıxdıqca öz metabolizmanı bloklayırsan. Əgər səndə də daimi yorğunluq, artıq çəkiş şikayətləri varsa, ilk növbədə yuxu rejimini öz bioloji saatına uyğun nizamlamalısan. Əgər necə nizamlayacağını bilmirsənsə, bu haqda hazırladığım PDF-i sənə göndərə bilərəm. Bunun üçün şərhlərdə yuxu yazman kifayət edir.